Buyurun, David Thomas və Luca Michelazzelər ilə tanış olun. Onlar aprelin 25-də Marneulinin doğum evində dünyaya gələn üçəmdirlər. Üçəmlərin anası 27 yaşlı Mzevinar Michelazze bizə deyir ki, üçəm gözlədiyini öyrəndiyi gün çox sevinib, amma təəccüblənməyib. Mzevinarın üçəmlərdən başqa daha 2 övladı var. O hazırda 5 uşaq anasıdır. Üçəmə hamilə olduğumu biləndə heç təəccüblənmədim. Çünki nəslimizdə əkiz dünyaya gətirənlər var. Amma üçəm dünyaya gətirən olmamışdı. Mənim qismətimdə imiş. Allah belə istəyib. Allaha şükürlər olsun ki, hər şey yaxşıdır. Yoldaşım da çox sevinir. Bizim üçün bu hadisə bir möcüzədir. Körpələr hazırda reanimasiya şöbəsindədirlər. Həkimlər ana və əkizlərin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirirlər. Aprelin 25-də Mzevinar Michelazze doğum evinə daxil oldu. O sağlam 3 uşaq dünyaya gətirdi. Onların 3-ü də oğlandı. 34 həftəlik hamiləliyi idi. Doğum qeysəriyyə əməliyyatı ilə oldu. Uşaqların çəkisi 2 kiloqram 100 qram, 2 kiloqram 230 qram və 2 kiloqram 130 qramdır. Yəni çəkiləri elə də az deyil. Qeyd edim ki, demək olar 30 illik iş təcrübəm müddətində bu cür hadisə bu klinikada baş verməmişdi. Səhv etmirəmsə Marneuldə də son illər belə hadisə olmayıb. Ana özünü yaxşı hiss edir. Uşaqlar müayinədən keçirlər. Vəziyyətləri yaxşıdır. Milli Statistika Xidmətinin məlumatına görə 2024-cü ildə Gürcüstanda 39483 uşaq doğulub. Onlardan 20755-i oğlan, 18728-i isə qızdır. Gürcüstan Milli Statistika Xidmətinin Kvemokartli bürosunun rəhbəri Liam Dinaradze 2024-cü ildə Marneulidə 1013 uşaq doğulduğunu vurğulayır. 2024-cü ildə ölkədə 40 minədək uşaq doğulub, 44 min nəfər isə dünyasını dəyişib. Kvemokartlidə isə 2024-cü ildə 1000 nəfərədək insan vəfat edib. Marneulidə 2004-cü ildə 1013 uşaq doğulub. Qeyd edək ki, tibbi sənədlərə əsasən Mzevinar Michelazzenin üçəm hamiləliyi heç bir tibbi müdaxilə olmadan baş verib ki, bu da nadir hallardan biridir.